Mən deyəndə ki, bu ölkənin yiyəsi yoxdur, inanmırdınız. O de, Melisa Group adlanan bir şirkət, hansı ki Bakıda hündür mərtəbəli binalar tikir. Səhər tezdən gedib cəmaatın evinə giriblər və cəmaatın evini vətəndaşların başına uçurduqlar. Xəbəriniz var da, görmüsünüz o videonu. Eskalator gəlir və insanlar evində ola-ola evi uçurdur. Ən gülməlisi isə bilirsiniz nədir? Mən əvvəllər elə bilirdim ki, bu Daxili İşlər Naziri Vilayət Eyvazovun ancaq başında çatmır. Amma sən demə, həmin o nazirin gözləri də kördür. Daxili İşlər Nazirliyi məlumat yayıb ki, ay cəmaat, rahatlaşın, ay cəmaat, sakitləşin. Biz cinayətkarı tutublar. Kimi tutsalar yaxşıdır. Gediblər, polis gedib o eskalator sürücüsünü tutub və cinayət işi açıb. Deyirlər ki, narahat olmayın, səbəbkarı tutmuşuq. Ay Vilayət Eyvazov, ay polis, bəs Melisa Group şirkətinin rəhbərini kim tutacaq? Axı tapşırığı verən odur, axı cəmaatın evini sökən odur, binaları tikən odur. Niyə onu tutmursunuz, ha? Eskalator sürücüsünü tutub deyirsiniz ki, sakitləşin. Bəsdirin də, ay polis, ay Vilayət Eyvazov, özünüzü gicdiyə vurmayın. Nə qədər bu cəmaatı dolayacaqsınız? Melisa Group şirkətinin rəhbərini tutmağa cəsarətləri yoxdur. Bilirsiniz də niyə? Gəlir axı oradan, gəlir.